illellezine amenu ve amilussalihati ve tevassav bil hakku. Babura kadar okuyaq. İllellezine də ləm hərfi incə samitlər qrupuna aiddir. İncə şəkildə deyirik. İllellezine də pərtə zıdan sonra nə gəlir? Kəsrə gəlir. İki səs qədər uzadacağıq. İllellezine əmənu. Əmənu da burada səsi iki səs qədər qaldırılır. Mənu, mənu. Mim hərfi incə samitlər qrupuna aiddir. Nu səsi də incə samitlər qrupuna aiddir və iki səs qədər qaldırılır. Və amilussalihati də vəv hərfi dediyimiz kimi dodaqlar qönçələnir və şəklində, va yox, və şəklində deyilir. Və amilus, ayn hərfi boğazın ortasından çıxarılır. Mi burada incə samitlər qrupuna aiddir. Lussa, sa hərfi qalın oxunur. Təşdidlidir. Li, həti, hə hərfi iki səs qədər uzanacaq. Və təvəssav bu şəkildə oxunacaq. Bil haqqi.